Qaz təchizatı haqqında qanuna təcili dəyişiklik etməliyik ki, vətəndaşlar mülkiyyət sənədi tələb olunmadan evlərinə qaz çəkə bilsinlər. Bu artıq texniki məsələ deyil, bu insanların qışda donması məsələsidir. Bir çox yerdə qaz borusu evin düz yanından keçsə də qaz təminatı yoxdur, amma evin sənədi tam olmadığı üçün qaz verilmir. Qaz göz qabağında da, evin içi isə buz kimi. Bu məntiqlə doğru gəlmir. Boru varsa, qaz varsa, niyə evdə istilik yoxdur? Biz vətəndaşa deyirik, sənədin yoxdur, gözlə. Yaxşı adam bu vaxtda da necə yaşasın? Qışa deyək ki, biraz gözləsin, uşağa deyək ki, üşüməsin, qocaya deyək ki, dözsün. Bu, real həyatdan qopmuş yanaşmadır. Alternativ də yoxdur. Yulğun kəsən, ağac kəsən cinayət məsuliyyətinə düşür. Həyətindən yarım metr kənarda bitən, pay torpağında bitən ağacı da kəsəndə üzərini elə şüqlayırlar ki, elə bil adam öldürüb. Sonra da deyirlər ki, torpağın var, sənə sosial yardım da düşmür. Bu qədər də olmaz. Odun tədarükünə icazə yoxdur. Kömür əl yandıracaq qədər bahadır. Dövlət də münasib qiymətə alternativ yanacaq təşkil etmir. Yəni, vətəndaş hər tərəfdən divara dirənmiş vəziyyətdə qalır. İnsanı bu vəziyyətdə salmaq islahat kimi görünmür. Qadağa qoyuruqsa, çıxış yolda qoymalıyıq. Qaz verilmirsə, alternativ təqdim olunmalıdır. Yoxsa ki, islahat yox, bu laqeydlik adlana bilər. 30-40 il ərzində dövlətin iştirakı və bəzi məmurların şirinlik müqabilində qanunsuzluqlara göz yumması nəticəsində yaranmış problemlərin yükünü bugün vətəndaşın üzərinə qoyub, ondan 1-2 ayın içində həll etməsini tələb etmək nə realdır, nə də ədalətli. Bu, illərlə yığılıb qalmış sistemli problemləri qısa müddətdə sadə insanın boynuna yükləmək deməkdir və mümkün olmayanı tələb etməkdir. Təklifi nə edirəm? 1. İcra hakimiyyətinin arayışı qaz çəkilməsi üçün hüquqi əsas sayılsın. İnsan evində yaşayırsa, sənədinə görə ona soyuqda saxlamaq ədalətsizlikdir. 2. Qaz olmayan yerlərdə dövlət odun kömür təminatını ya təşkil etsin, ya da nəzarətli tədarükə icazə versin. Yəni, odunların qırılmasına nəzarətli şəkildə tədarükünə icazə verilsin. İnsanları iki seçim arasında qoymaq olmaz. Ya don, ya da qanunu poz. Bu, nə dövlətə yaraşır, nə də sosiallığa.